Az saatlı iş var yoldaşlar, az saatlı iş var. 2 dənə işdən bəhs etmək istəyirəm. Yəni az saatlı dedikdə nə nəzərdə tutulur? Yəni part-time işlər nəzərdə tutulur və yaxud da sərbəst işlərdən də bəhs etmək olar, belə buna aid etmək olar qismən. Deməli, gəlin ilk öncə başlayaq. Satış məsləhətçi işi var, kasser işi var, part-time işdir bu yoldaşlar. Kontaxomdadır. Binə filialındadır, amma bu xəbəriniz olsun. Yəni ciddi bir şərt yoxdur yoldaşlar. Ünsiyyət bacarınız olsun, pozitiv yanaşmanız varsa, Azərbaycan dilini səlis bilirsinizsə bu işə müraciət edə bilərsiniz. Sonra tələbələrə də müraciət edə bilər. Həmçinin kimsə əgər aranızda əlavə gəlir əldə etmək istəyirsə, həmin şəxslərin də müraciət edə biləcəyi başqa bir iş var. Onlayn satış işidir. Minor Smart şirkətindədir. Hər satılan məhsul üzrə 5 manatdan 50 manata qədər bonus əldə edə bilirsiniz. Yəni evdən oturub işləyə biləcəyiniz bir işdir yoldaşlar. Əsas məsələ nədir? Əsas məsələ aktiv sosial şəbəkə istifadəçisi olun, satış bazarınız olsun və yaxud da həm satış bazarınız olsun, həm də marağı olan şəxs olun. Yəni satışa marağınız olan şəxsinizsə, tam onlayn və sərbəst qrafikli işləyə biləcəyiniz, harada olmağından asılı olaraq işləmə imkanı olan belə bir iş var. Digər bu tipli işlər də var. O işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etmək istəyirsinizsə, çəkirsinizsə, bir sözlü iş tapmanızı istədiyinizi çəkirsinizsə, ona bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzizoğlu kanalına. Kanala daxil olduqdan sonra diqqət edirsiniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.